Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Əli Nur, əməkdar artist Füzuli Hüseynovdan şikayətçi olub və aktyor bu barədə sosial media hesabında məlumat yayıb. Şikayətə teatrda baş verən mübahisə səbəb olub. Füzuli Hüseynov mənə özür istəyirəm, qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Füzuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir. Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görəcək. Təəssüf ki, gözləntilərim doğrulmadı. Hadisə nəinki araşdırılmadı, əksinə üstü ört bastır edildi. Füzuli Hüseynova nə şiddətli töhmət verildi, nə işdən azad olundu, nə də bədii şura üzvlüyündən uzaqlaşdırıldı. O, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir. Xalq artisti bildirib ki, ailə üzvləri bu məsələdən narahatdırlar. Onlar teatr rəhbərliyindən Füzuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Füzuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq. Qeyd edək ki, bu il aprelin 4-də Azdramada keçirilən iclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin bədii şura üzvlüyündən çıxarıldığını bəyan edib, iddialara görə İlham Rəhimlinin şuradan çıxarılmasına etiraz edən xalq artisti Əli Nurla əməkdar artist Füzuli Hüseynov arasında gərginlik olub, gərginlik fiziki qarşı durmaya çevrilib. Əli Nur döyülüb. Baş vermiş dava ilə bağlı xalq artisti Əli Nur açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını demişdi. Amma bilirsiniz necədir bu məsələ? Əli Nur artıq 80-ə yaxın yaşı olan bir sənətkardır. Füzuli Hüseynov 65-ə yaxın yaşı var. Bunlar elə belə sıradan bir sənətçilər deyirlər, uşaq-muşaq deyirlər. Amma bugün İncəsənət Universitetində təhsil alan, bugün Azdramanı özü üçün sənət məbədi hesab edən onlarla, yüzlərlə gənclər var ki, bu baş verənlər onların gələcək istiqamətinə də təsir edəcək. Bəlkə də Azdrama belə bir hadisədən sonra elə bir istedad itirəcək ki, məsələn, o istedad hazırda universitetdə təhsil alır və gələcəkdə bəlkə də orada aktyor kimi fəaliyyətini davam etdirmək istəyəcəkdir. Çox böyük bir aktyor olacaqdır, amma baxır görür ki, buranın ağsaqqalları belə eləyirsə, ağbirçəkləri nə bilim başqa cür eləyirsə, indi gör burada necədir vəziyyət. Ona görə də yəqin ki, bu sahədən çox belə deyək, uşaqlar üz döndərəcək. Çox təəssüf edirəm, sadəcə başqa deyəcək söz yoxdur.